Herkese selamlar dostlar. Bugün sizinle birlikte aldıklarım videosunu çekirəm. Bu arada size bir şey diyeyim. Ben istəyirdim ki bir 10 manatlıq falan alışveriş eləyim. Yani 10 manatla getmişdim ve sadece alışverişim 8 manatlıq oldu yani. Onlar da ki yani hiç yani stikerler istediğim kimi olmadı. Çok boş stikerler idi də, ona görə almadım onları. İndi aldıqlarımı göstərim. Aldıqlarım əslində mənə lazımlı şeylər idi. Nə qədər şeyə baxdım ki, əlavə də alım, 20 manata yaxın da alım, yəni belə bir şeylər. Əslində 10 manat götürmüşdüm, yəni kaftda var idi də. Nəysə, keçərək baxaq aldıqlarıma. 2 dənə şey mənə çox lazım idi. İlk bunu göstərim. 2 manat. 2 manata stiker dəftəri almışam. Birində sizə demişdim ki, yəni mən stiker dəftəri almaram. Sonra da demişdim ki, bir də görəcəksiniz ki, sabah Aylin stiker dəftəri alıb göstərir. Və elə də oldu. Yəni özümü çox qəşəng tanıyıram. Belə çarmı var. Və stiker dəftəri kromili aldım. Son vaxtda kromini çox sevirəm. Bundan əlavə belə uzun bir dənə stiker dəftəri görmüşdüm. Onu da kromili götürəcəkdim. My Melody gördüm, amma kromisini götürdüm. Sonra gördüm bunu və bunu götürdüm. Bu 2 manatadır. O birisi 2 manat 90 qəpiyə idi. Və bundan bu qədər isə vərəqdir. Mənə vərəqi heç lazım deyil. Yəni bunu istifadə etməyəcəm vərəqin. Dostlarıma falan verərəm. Bu arada yay gəlir deyə takas videoları bilmirəm nə qədər gələcək. Çoxunu çünki sinifdəki dostlarımla eləyirəm. Bu arada məndən takipçilərim istəyib ki, verilən ad günü hədiyyələrini çəkeyim. Dostlarımın verdiyi ad günü hədiyyələrini çəkərəm. Çünki digərləri pul hədiyyə etdi. Belə bir və indi də evdə deyiləm, nənəmgildəyəm. Gəlmişəm burada qalmağa. Xalam falan da burada ona görə. Nəysə, belə bir qab aldım. Qiyməti 12 manata idi. Bu qabın qiyməti arxasında yoxdur, 60 qəpiyə idi. Və bunun üstü, yəni jelatin falan deyil, yəni bu çıxmır. Üstünə stiker yapışdıracağam. Və belə bir stiker aldım. Bunu nə vaxtdan da görürdüm, amma almırdım. Niyəsini mən də bilmirəm heç. Yəni görürdüm, sadəcə almırdım. Həqiqətən mən bunu niyə almırdım? Neyse. Və çox qəşəng bir şey almışam. Nə vaxtdan da almaq istəyirdim. Sadəcə deyirdim ki, yəni o qiymətə, yəni şeydə, yəni boş şeydə bahadır çox. Dəyməz, amma aldım bu səfər. Çünki başqa şey alacaq bir şey tapmadım. Elə onu götürdüm. Nə yaxşı da ki götürdüm. Belə balaca stikerlər çox əladır. Və sonra başqa nə var? Belə bir holder aldım. Bunun içində kağızı var. Kağızı var bunun içində. Bunu çıxardacağım. İçinə kart qoyacağım. İnşallah ki kartım yerləşər. Aldığım kartlar. Bunun qiyməti 50 qəpik idi. Bunun qiyməti 1 manat idi. Siz görmürsünüz. Deyək. Hə. Bunun qiyməti 50 qəpiyə idi. Bunu götürdüm. İçinə kart qoyacağım. Holder. Bunu yəqin asmaq, keçən dəfə gördünüz ki, yəni asmaq alınmadı. Kleyinə yapışdırdım. Yəqin ki masaya qoyaram. O holder, düzəltdiyim holderdə yəqin ki qalacaq yenə. Başqa ən gözəl şeyi sona saxlayacağam. Sonra belə bir kart aldım. Kartda yəqin ki 40 qəpiyə idi, yəni həmişə 40 qəpiyə olur. Belə bunlar həmişə burasında belə açıq olur nədənsə. Bu Twice kartlardır. Adlarını falan bilmirəm heç. Blackpink olmadığına görə mən də bunları aldım. Bir bindevimi də dostlarıma verəcəm kimlə takas eləsəm. Çünki bindevləri azaltmaq istəyirəm. Belə. Yəni çox da bəyənmədim, nə yalan deyim. Məsələn bunu bəyənmədim. Nəysə də. Və ən gözəl şeyə, bu da çanta almışdı xalam, onun içindən çıxdı. Bunu da mən istifadə etməyəcəm qardaşıma görə. Ən gözəl şeyə gəlinmi? Budur. Spift qabı, Kromi ətir qabıdır. 4 manatadır, yəni 4 manata yəni məncə dəyməz buna. Sadəcə artıq başqa bir şey yəni yox idi almaq istədiyim. Nə qədər gəzdim, heç nə tapa bilmədim. Çox qələm qoyublar. Məktəb bitirmə qələm nə edirəm, ona görə almadım. Və spift ətir qabı, ətirdir, yəni içindəki spift deyil. Belə.
Mavi rəngi də var idi, açıq mavi. Çox qəşəngdir. Amma yəni boyu balacadır. Sizdə belə böyük görünür, amma yəni boyu balacadır. Nə vaxtdan da almaq istəyirdim, sadəcə bunun burasını da istəmirdim də belə şey olsun. Sadə istəyirdim, ağ rəngini istəyirdim. Sadəcə yəni ağ rəngi yox idi, qırmızı idi. Həmişə görürdüm, dediyim kimi almırdım, dəyməz deyirdim, amma indi aldım. Aldıqlarım bu şəkildə idi. Videoya like atıb kanalıma abunə olmağı unutmayın. Sağ olun.